Gürcüstanın baş nazirinin təşəbbüsü və hökumətin qərarına əsasən aprelin 1-dən etibarən 2020-ci ilə qədər istifadə müddəti olan nəqliyyat vasitələrinin idxalına qoyulan qadağa ilə bağlı qanuna dəyişikliklər ediləcək. Qadağa əvəzinə aprelin 1-dən başlayaraq az istehsallı nəqliyyat vasitələri üçün gömrük rəsmiləşdirmə tarifi artırılacaq. Xüsusilə 6 ilə qədər az istehsallı nəqliyyat vasitələri üçün gömrük rəsmiləşdirmə haqqı 1 kub metr üçün 4,50 tetri olaraq müəyyən ediləcək. 6 ildən çox yaşı olan nəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qaydalar tətbiq etdik və bu qərara bəzi dəyişikliklər, düzəlişlər etmək istəyirik. Xüsusilə idxalı qadağan etmək əvəzinə müvafiq nəqliyyat vasitələrinə 4,50 tetri gömrük rəsmiləşdirmə haqqı tətbiq ediləcək. Yəni, aksis vergisi müvafiq məbləğdə hər kubmetr üçün 4,50 tetri müəyyən ediləcək. Müvafiq olaraq idxal qadağası artırılmış aksis vergisi dərəcəsi ilə əvəz olunacaq. Bu qərar ekologiya, ətraf mühitin qorunması və havanın təmizliyinə qayğı göstərmək üçün çox vacibdir. Hökumətin qərar verməsinin səbəbi də məhz budur. Biz müvafiq özəl qurumların, eləcə də vətəndaşlarımızın maraqlarını nəzərə alaraq qərarda müəyyən düzəlişlər etdik.